Hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz daha çox estetik əməliyyatların psixoloji tərəfləri ilə bağlı olacaq. Çünki bilirik ki, estetik əməliyyatlara daha çox müraciət psixoloji tərəflərlə, psixoemosional tərəflərlə özünü göstərmiş olur. Bu daha çox natamamlıq kompleksi ilə bağlı olan və yaxud ailə həyatında və yaxud da karyerasında uğursuzluğu olan və yaxud da ümumi şəxsi həyatı ilə bağlı problemlər yaşayan insanların nəyisə tamamlamaq üçün estetik əməliyyatlara müraciət eləməsini biz çox-çox müşahidə eləmişik və edirik də. Bu onunla əlaqələndirilir ki, insan özündə sanki bir dəyişikliyə məruz qalmaq istəyir və bunu estetik yöndə icra eləməyə çalışır. Çox önəmli faktordur ki, pasiyentin həkimə bu vaxt müraciət edərkən psixoloji durumu nə yerdə olmalıdır və onun psixoloji durumu əməliyyatı icra eləməyə imkan verirmi və yaxud da o əməliyyatın ağırlıq dərəcəsini özünə götürə biləcəkmi? Ona görə ki, əməliyyatdan sonraki dövrəmlərdə biz bunun ağırlıq dərəcəsi ilə rastlaşmış oluruq. Elementar bir əməliyyat keçirmiş, qarından fartuq götürmüş bir pasiyentin drenaj qoyulması və bu drenajı vaxtında saxlayıb vaxtında çıxarılması üçün bəzən səbirsizlik eləyir. Bəzən elə bir psixoemosional partlayışlar baş verir ki, o drenajın dərhal və qeyri-ixtiyari olaraq çıxarılması mərhələsinə gəlib çatır. Təbii ki, bu məsələlər əməliyyatdan öncə izah olunur, pasiyentlərin psixoemosional vəziyyəti dəyərləndirilir və bu mütləq xarakterlidir. Hər bir əməliyyat sonrası dəyişikliklər baş verə bilər. Bu xüsusən də üz nahiyəsində icra olunmuş əməliyyatlarla bağlı olur.